Uşaqlar, baxın, indi dünya ədəbiyyatından bir əsərlə tanış olacağıq. Sonra diqqətlə dinləyin. Sonra müzakirələrdə iştirak edərsiniz. Robinson Crusoe Daniel Defoe'nun əsəridir, amma dünya ədəbiyyatıdır. Bunun barəsində kinolar da çəkilib. Hamınız bir çoxlarınız da kino ilə tanışdınız. Deyirsiniz ki, mənim kinosuna da baxmışam. İndi diqqətlə qulaq asın ki, müzakirələrdə iştirak edək. Oldu. Başlayırıq ilk dəniz səyahətimdən. Görək necə başlanır. Hekayəmə başlamazdan əvvəl özüm haqqında danışmaq istəyirəm. 1633-cü ildə York şəhərində varlı bir ailədə anadan olmuşam. Əslən, Alman olan tacir atam özünə yaxşı var-dövlət qazandıqdan sonra Yorka köçüb gəlmiş və burada anamla evlənmişdi. Anam bu yerlərdə məşhur olan Robinsonlar ailəsindən idi. Atamın soyadı Kreuznauer olduğundan mənim adımı Robinson Kreuznauer qoydular. İngilis dilində bu ad Robinson Crusoe səsləndiyindən hamı məni elə-belə də çağırırdı. Məndən böyük iki qardaşım var idi. Mən ailənin kiçiyi idim. Atam hüquqşünas olmağımı istəyirdi, amma qoca olduğu üçün təhsilinlə yaxşı məşğul ola bilmirdi. Mən isə ancaq dəniz səyahəti xəyalı ilə yaşayırdım. Atam və anam fikrimdən keçənlərdən xəbərdar idilər. Məni bu xəyallarımdan çəkindirməyə çalışırdılar. Atam deyirdi ki, mənim seçdiyim yolu ancaq işsiz, gücsüz adamlar, bir də idealistlər seçər. Odur ki, əgər öz ağılsız niyyətlərimdən əl çəkməsəm, Allah mənim cəzamı verəcək. Atamla üz-üzə gəlməmək üçün evdən gizlicə qaçmaq qərarına gəlmişdim. Amma tələsmirdim, işimi səbirlə görməyə çalışırdım. İlk anlardan gətirməlidir. Gəmimiz Hamber çayının mənsəbinə yenicə çıxmışdı ki, bərk külək əsdi. Gəmi şiddətlə yırğalanmağa başladı. Gəmiyə ilk dəfə mindikdən dəniz məni tutmuşdu. Fırtınadan elə qorxmuşdum ki, atam demişkən, Tanrının məni cəzalandırdığını düşünüb və vicdan azabı çəkirdi. Külək getdikcə şiddətlənirdi. Hər dəfə dalğalar üzərimizə hücum çəkəndə gəmimizin suya qərq olacağını düşünürdüm. Bu sarsıntı mənim içində mən də and içirdim ki, əgər Allah məni bu bəladan xilas etsə, mən atamın yanına qayıdacağam və həyatımı boyu bir də gəmiyə minməyəcəm. Atam mənə həyatda həmişə orta yol tutaraq yaşamağı nəsihət edirdi. İndi mən onun nə qədər haqlı olduğunu başa düşürdüm. Lakin ertəsi gün fırtına sakitləşdi. Mən də yavaş-yavaş dənizə alışmağa başladım. Gecəni yatdım, səhər keyfim yaxşı idi. Artıq dəniz xəstəliyi keçmişdi. Dayanıb günən fırtına içində quruldayan dənizin bu qədər sakitləşməsinə və onun gözəlliyinə təəccüblə baxırdım. Elə bu zaman dostum mənə yaxınlaşdı. Hə, Robi, necəsən? Deyəsən, dünənki meh səni qorxudu. Nə meh? Sən bu dəhşətli fırtınaya meh deyirsən? Əlbəttə, Robi, sən təcrübəsiz olduğun üçün buna fırtına deyirsən. Bu boş şeydir. Yaxşısı budur, biraz pul içək, hər şeyi unudaq. Bax, gör nə gözəl havadır. Mən keçən kimi 6-cı günü biz Yarmut limanına yerləşdik. Burada lövbər salıb səmt küləyini gözləməyi qərarı aldıq. 7 gün hava sakit keçdi. Lakin 8-ci gün səhərə yaxın bir külək qopdu ki, gəmini lövbərdə möhkəmlətmək üçün bütün gəmi heyəti çalışmalı oldu. Günortaya doğru qopan fırtına gəmini yanı üstə elə əydi ki, biz onun lövbərdən qırılıb çıxdığını zənn etdik. Bunu görən kapitan ikinci lövbərin də iplərini açıb suyu salmağı əmr etdi. Fırtına getdikcə güclənirdi. Qorxu və çaşqınlıq artıq bütün dənizçilərin özündə hiss olunurdu. Bütün diqqətini gəmini xilas etməyə yönəltmiş kapitan belə Allaha yalvarırdı. Mən kuyutda göyərtəyə qalxdım. Yanımızda lövbər salmış iki yük gəmisinin bütün dar ağacları qırılmışdı. Dənizçilərimizdən biri qışqıraraq yaxınlıqdakı gəminin batdığını xəbər verdi. Daha iki gəmi isə lövbərdən açılaraq açıq dənizə tərəf gedirdi. Bizim gəmi möhkəm olsa da yükü çox ağır idi. Əvvəlcə mən çox qərarlandım, amma tezlə özümə təsəlli verdim. Onsuz da gəmidə dəyərli heç bir şey qalmamışdı. Artıq 13 gün idi ki, adada yaşayırdım. Amma seçdiyim yer dənizə çox yaxın olduğundan səyahətim üçün zərərli ola bilərdi. Odur ki, yaşayış üçün yer axtarmağa başladım. Bu yer bir neçə vacib şərtə vacib verməlidir. Əvvəla içməli suya yaxın, vəhşi heyvanların hücumundan qorunmaq üçün etibarlı olmalıydı. Bundan əlavə mən həmin yerdən dənizi yaxşı görməliydim ki, buralardan keçən gəmiləri gözdən qaçırmayın. Xeyli axtardıqdan sonra təpənin yamacında kiçik bir yaşıl düzənliyi seçdim. Təpənin başında bu düzənliyə qədər olan hissə sıldırım eniş idi. Enişin aşağı hissəsində mağaraya oxşar bir yer var idi. Mən çadırımı bu mağaranın qarşısına qoydum. Radiusu 10 yard olan bir yarımdaire çizdim. Sonra onun ətrafına 2 cərgə paya vurdum. Qayaların uclarına yonub itilədim. İşimi qurtaranda gördüm ki, əməlli başlı bir hasar düzəltmişəm. Amma bu iş mənim çox vaxtımı və Uşaqlar, yaxşı, biz bu əsəri neçə vaxt oxuyuruq da, düzdür, Robinson Crusoe. İndi bundan tanış oldunuz. Məsələn, suallarım olacaq ki, görək siz o əsəri oxuyanda nə hisslər keçirdiniz, necə bir hiss bağışladı onun tək yaşamağı, hətta orada mübarizə aparmağı. Mədinə, nə düşünürdün o insanın həyatı haqqında ki,
nə olacaq, nə baş Robinson verəcək? Crusoe mən adaya düşdükdən sonra mənim orada yaşamağa başladı. Mən hər bir çətinliyə qatlanaram. Mən öz üçün çörək, taxıl əkdim. Mən hər şeydə mən ehtiyatla istifadə edirdim ki, mən aclıq, susuzluq olmasın. Mən hər gün ova gedərəm, mən yaşamla mən mücadilə apardı. Amma sonda mənim yəni gələ bildim mən çətinliyinə. Əlavələriniz var, Ləman, sən nə düşünürsən bu barədə? Məndə ilk başda oxuyanda mənim atasını yad eləyirdi ki, gərək də olmaz atamın sözünə qulaq asardım da. Yəni atam olmazsa olmaz yəni. Mən elə bilirdim ki, ən axırda mənim atasının yanına gedəcək, orada gəmilərlə var. Kapitan onu aparacaq. Mənim atasının yanına gedəcək. Əslində atası onu necə həyat arzulayırdı? Mən deyə bilərsən, əslində atası necə Quşdan olmaq istəyirdi, ancaq o mənim dənizçi olmaq istəyirdi. atası ona boş iş kimi baxırdı. Düzdür, deyirdi ki, sən boş xəyalların ardınca getmə. Başqa nə əlavə edə bilərsən? Sən onun yerində olsan nə edərdin? Məsələn, o Mən adamlar atamın dediyini eləyərdim, bir quşdan olardı. elə. O da öz xəyallarının ardınca gedir. Daha sonra Robinson Crusoe kimlə tanış oldu orada? Ümid edirlər. Cüməni necə təsvir edirsən sən? Necə bir xarakterli adam kimi təsvir edirsən? Mən ingilis dilini bilmirdim müəllim. O Robinson Crusoe onu öyrətmişdi. Daha sonra Dəniş deyirlər. Robinson Crusoe nə işlə məşğul oldu orada? Axı vaxtı çox idi onun. De Nurcan, nə işlə məşğul oldu? o orada keçilər tutub, keçilər saxlayıb, orada ev tikib, öz üçün şərait yaratmışdı. Öz üçün əkinlər əkmişdi, yaşamaq üçün. Ha, əyləş. Sən oxuyarkən, əsərin ilk səhifələrini oxuyarkən, yəni bir neçə səhifə oxuduqdan sonra əsərin sonunu necə gözləyirdiniz? Necə təsəvvür edirdiniz əsərin sonunu? Deməklə, necə təsəvvür edirdiniz? Mən fikirləşirdim ki, Robinson Crusoe dəniz səyahət edəcək adada. Sonra mən adada məhsul qalacaq, oradan çıxa biləndə yerdə. Axırda adada özü tək ölə biləcək. Ha, yaxşı. Meri, belə deyim də, Robinson Crusoe xilas olduqda, əsəri oxuyarkən xilas olduqda nə hiss keçirdin? Onu sevirdim. Əsərin yekununu vuraq, bir dənə nəticə. Həmişə əsərlərdə bir nəticə, bir fikir, ideya formalaşırdı ən sonunda. İndi sizdə nə fikir, ideya formalaşdı ki, bu Robinson Crusoe yaşadığı çətinliklər, ümumiyyətlə necə bir insan idi? Sizə necə insan təsiri bağışlayırdı? Leyla deyir. Mənim səbirli də o adada qalmışdı 28 il. Mənim iradəli, səbirli. Başqa fikri var onun barəsində? Mədinə fikrin var ki, görüm. Mən güclü idi, hər şeylə mən mübarizə aparmağı bacarırdım müəllim. Mən tək qalmışdım, mən orada mən səbirli. Yəni necə bir ideya çıxardarsan əsərin sonunda ki, mübarizə aparan hər şey qalib gəlir səndə. Sonda mən mübarizə, o mən əziyyətlərlə boşa çıxmadım, mən hədər qalmadım. Həyatda yaşamaq şansı qazandı da, düzdür. De görüm nədir? Mən Robinson Crusoe dediyində eləyərdim, cəsur idim. Həmçinin mən qorxdum, çünki mən cüməni xilas eləmişdi orada. Ona görə xeyirxah idi. Həmçinin cəsur idim. Çox sağ olun, əyləşin. Mən də son öz fikirlərim deyim bu əsər barəsində. Yəni, qarşınıza sizin yaşınız azdır da, gələcək üçün də danışıram. Qarşınıza müəyyən çətinliklər çıxa bilər, həyatda yaşayırıq, hər cür çətinlik olar, düzdür. Belə bir əsərlər də o çətinliklərə görə yazılıb ki, o müəlliflər də həmişə zəmanəni nəzərə alıblar, belə yaşanmışlıqları bilirlər ki, belə bir əsərlər gətiriblər, siz də oxuyun, siz də onlardan nəticə çıxardın və güclü olun. Yəni Robinson Crusoe kimi güclü bir həyat arzulayıram hər birimizə ki, biz də bacaraq. Belə çətinliklər.